Herkese selam. Bugün sizlerle necə asan motiv toxumaq olar videosunu paylaşırım. Siz de bu cür toxuyaraq gözəl motiv əldə edə bilərsiniz. Renkler öz seçiminizdədir. İstədiyiniz renklerden, istədiyiniz qalınlıqda ipdən istifadə edərək motivinizi toxuya bilərsiniz. Bunun üçün mənə göstereceğim ip için istifadə edeceğim ilmek ölçüsü 3.5 milimlik ilmektir. Ben ilk olarak bu motivime uygun olarak renklerini artçıl devam ettireceğim için bu renkten başlayacağım. Bu renk için ben elimde olan ipleri değerlendireceğim. Ve bu şekilde kalınlığı var ipimin. İlk önce başlayarak düğüm atmakla birinci merhalemizde düğüm atırıq. Daha sonra düğüm attıktan sonra 5 zincir çekirik. 1, 2, 3, 4 ve 5. Sonra bu ilk zincirimizle sonuncunu birleştiririk. Bu şekilde içerisine dahil ettik. Sonra 3 zincir çekirik. 1, 2 ve 3. Sonra burada boşluk yaranır. O boşluğun içerisine 2 adet ikili zincir çekirik. 1, 2. Toplamda ikinci çektiğimiz zincirle birlikte 3 adet olacak. Daha sonra 2 zincir çekirik ve növbətini devam edirik. 1, 2 ve 3. 3. Bu şekilde 1, 2 ve növbəti hissemizi devam edirik. 1, 2 ve 3. Sonra yine 2 zincir çekirik. Bakın 1, 2, 3 ve 4. defa toplamda 12 adet olmakla bu şekilde ilmeklerimizi toxuyuruq ve sonda yine 2 zincir çekirik ve bu hissemizle birleştiririk. Artık birinci sıramız hazırdı. Bu şekilde ipi çekip berkidirik. Bunu isteseniz bu şekilde berkidirik. Bunu isteseniz kesebilirsiniz veyahut içerisinde gizledebilirsiniz. Şimdi ise ikinci sırayla devam edelim. İkinci sırada burada bende ağ renkti. Şimdi ağ renkten istifade edeceğim. Bu şekilde ağ rengi devam edirik. Esas toxumağımız bu hissede şekillenecek. Bu şekilde yine boşluk hisselerimiz yaranmıştı. Hansı ki 4 adet indi orada daxil edip toxuyacaq. Yine 3 adet zincir çekirik ve bunu elimizde sık tuturuq. 1, 2 ve 3. Yine 2 adet əlavə olarak zincir çekirik. 2. Ümumilikdə 3 adet alındı. Daha sonra 1 ve 2 adet zincir çekirik. Sonra ise aynı sırada dahil edirik. 1,
2 ve 3. İndi isə növbəti boşluğa gəlirik. Heç zəncir çəkmədən sadəcə ipi dolayaraq eyni qayda ilə burada 3 ədəd zəncir çəkirik. 2 ve 3. Daha sonra yine 2 adet zincir çekirik ve eyni boşluğa yine 3 adet ikili zincir çekirik. Bu şekilde bizde kenarlar formalaşır ve növbəti boşluğa bu ipi də necə gizlətməyi göstərəcəm. Eyni qayda ilə sadəcə ipi dolayaraq ve həmin boşluğa 1 2 3 2 adet zincir çekerek ve devam ederek 1 2 ve 3 bu şekilde sonuncu sıraya da dahil edelim ve bununla biz öz ikinci sıramızı tamamlamış olacağız. 1 ve 2. Daha sonra eyni kaydayla tokumamızı devam ettirerek 2 ve 3 birleştirmeyi göstereceğim size. Hiçbir artırma etmeyerek sadece bu hisseye birleştirerek bu şekilde. Artık kenarlar hazırdı bizde. Bu şekilde ikinci sıramızı da bitirmiş olduk. Ben növbəti sırada eyni qaydayla toxudum və burada bizdə əlavə boşluqlar yaranacaq. Bu mərhələdə motifimiz öz ölçüsünü göstərir. Burada isə heç bir zəncir atmadan sadəcə ip dolayaraq 3 ədəd zəncir çəkəcəyik. Bundan sonra ölçüsünü siz istədiyiniz motifin ölçüsünü istediğiniz ölçülerde artıra veya azaltabilirsiniz. Yani bu şekilde saklaya veya daha çok çoğaltarak istediğiniz şeylere forma kimi istifadə edə bilərsiniz. Mesela uşaqlarınıza adyal olarak mən 10 aylıq qızım üçün balaklava deyilən papaq forması var. Onu toxuyacağım üçün həmin sayda motiften istifadə edeceğim. Qeyd etdiyim kimi siz renkleri değişerek ister çanta, ister papaq, ister şarf, atkı kimi formaları verip istifadə edebilirsiniz. Bu şekilde yine bakın kenar hisselerde sadece artırma edirəm. Bu şekilde orta hissə isə olduğu kimi bizde qalır. Bu şekilde devam edip daha da genişləndirəbilirsiniz. Növbəti boşluğa daxil oluram. Bu şəkildə 3 zəncir çəkirəm yenə. Və sonra kənar hissəyə gəldik. 3-3 olmaqla və arada 2 zəncir çəkməklə eyni qaydayla devam ettirirəm. 1 ve 2. Bu aslında çətin görsənə bilər, amma
Çox sadə və maraqlı motiv növüdür. Toxumağa ilk başlayanlar üçün də çox sadə bir motiv forması olacaqdır. Qeyd etdiyim kimi siz rənglərdən dəyişərək fərqli şeylər toxuya bilərsiniz. Ancaq onu da qeyd edim ki, ipin qalınlığına uyğun olaraq ilməyinizin ölçüsü dəyişməlidir. Bu şəkildə kənara yenə gəldik. 3 ədəd ilmək çəkirik. 2 ədəd zəncir toxuyuruq və növbəti sırayla davam edirik. Kanalıma izləyib daha çox maraqlı videoları izləyə bilərsiniz və öyrənmək istədiyiniz, sizin üçün maraqlı olan istər papaq, şərf, uşağınız üçün oyuncaqlar, amigurumi fərqi yoxdur. İstədiyiniz şeyləri şərh bölməsində qeyd edə bilərsiniz. Mən də onları sizlər üçün toxumağa çalışarım. Baxın, bu şəkildə formada artıq şəkilləndi. Və baxın, yenə növbəti sırada istər rəng dəyişik edərsiniz, istər etmərsiniz. Eyni qayda ilə burada toxuyacaqsınız və burada əlavə boşluqlar yaranacaq. Həmin boşluqlarla eyni qayda ilə davam edirsiniz. Ümid edirəm ki, bu videom sizin üçün öyrədici olar. Kanalımı izləməyi, paylaşmağı və şərhlərdə istədiyiniz toxuma nümunələrini qeyd etməyi unutmayın. Növbəti videolarda görüşmək üzrə hələlik. Çox sağ olun, izlədiyiniz üçün təşəkkür edirəm.